Bəzən sürücülər maşınlarına bazardan ehtiyat hissə aldıqları zaman onlara orijinala bənzər ehtiyat hissə də təklif edirlər. Bəs görəsən sürücülər orijinalla qeyri-orijinal ehtiyat hissələrini ayırd edə bilir? Gəlin özlərindən soruşaq. Avtomobil ehtiyat hissələrini hardan alırsınız? Hardan gəldi? Bəs bilirsiniz orijinal adı ilə saxta ehtiyat hissələrdə satılır. Məlumatınız var mı? Var. Seçə bilirsiniz orijinalla qeyri-orijinal. Qismən hə. Maşına ehtiyat hissələri hardan alırsınız? Ha, servisdən oldu. Məndə servisdə kullanıram. Bəs onlara birə-bir oxşayanlar idi, yəni saxtalar var. Var, rastlaşmışam. Onu ayırd edə bilirsiniz, saxta və Əlbəttə. ayırd edə bilirsiniz. Bəli. Avtomobil ehtiyat hissələrini hardan alırsınız? Belə maşın bazarında, Babək maşın bazarında. Bəs bilirsiniz ki, onlar bəzi yerlər orijinala birə-bir bənzəyən ehtiyat hissələri verirlər. Bilirəm. Ayırd edə bilirsiniz bəs onları. Bəli, təbii ki, keyfiyyətli malın öz qiyməti var. Avtomobilə ehtiyat hissələrini hardan alırsınız? Bazardan. Maşın Bilirsiniz ki, bunları orijinal adı ilə birə-bir saxtaları da olur. əlbəttə ki olur. Bunu ayırd edə bilirsiniz saxta ilə orijinalı. Aldığım adam tanışdır, yəni inanmıram ki, mən saxta verim. Yəni özünüz amma ayırd edə bilirsiniz. Özüm çox vaxt yox. Avtomobil ehtiyat hissələri hardan alırsınız? Zapsaz dükanında. Bəs bilirsiniz orijinala birə-bir bənzəyər ehtiyat hissələrdə satırlar saxta adı ilə. Yox, onu bilmirəm. Avto salonundan. Bəs bilirsiniz bu dəqiqə orijinala bənzər saxta ehtiyat hissələri də satırlar. Məlumatınız var? Bəli. Bəs bunu ayırd edə bilirsinizmi saxta ilə orijinala? O da bizə ancaq qiymət vasitəsilə Elə ayırd edə. aydın edilir hə. Servisdən bəs niyə almırsınız? Rəsmi servislərdə. Çünki mən avtomobili rəsmdən almadım, adi salondan almışam ona görə. Bilirsiniz ki, orijinala bənzər qeyri-orijinal saxta ehtiyat hissələr satışdadır. Məlumatınız var bu haqda? Var, onlar da bu oyunu alırlar. Onlar heç vaxt saxtanı saxta adı ilə satmır. Bəs seçə bilirsiniz siz özünüz orijinalla qeyri-originalı? Yox. Avtomobil ehtiyat hissələrini hardan alırsınız? Ehtiyat hissələri elə bir deyək servis özü getirir. Servis özü. Bəs bilirsinizmi bəzən orijinala bənzəyər birə-bir saxta ehtiyat hissələrdə satılır. Ayırd edə bilirsiniz bunu? Təbii ki, məlum məsələdir. Hər yerdə hər ustalar deyir, orijinalı da var, orijinal da var. Yəni saxta ilə orijinal ehtiyat hissəsini ayırd edə bilirsiniz. Yox, mən ayırd eləmirəm, mən ustalara etibar edirəm. Bunun ustasına məsələ. Usta nə deyirsə ona. Bəli. Avtomobil ehtiyat hissələrini hardan alırsınız? Valla yoldaşım alır. Servisdən alır yoxsa belə? Valla xəbərim yoxdur. Daha Yəni- çox amma çalışır hə, elə yaxşı servisdən alır. Çünki orijinala bənzəyər, birə-bir bənzəyər saxta ehtiyat hissələri satırlar. Bu haqda məlumatınız var idi. Valla. Yəni Yəni mən bir dənə sürmə işinə baxıram. seçə bilmirsiniz yəni. Yox, yəni hə, onları yoldaşım həll eləyir. Avtomobil ehtiyat hissələrini hardan alırsınız? Heç yerdən almıram, hələ ehtiyacım yoxdur. Yəni bəs bilirsinizmi ehtiyat hissələrində bəzən orijinal adına saxta verirlər? Almıram, saxta mənə heç yox. bilirsiniz orijinal. Bəli. Bilmirəm. Bəli. Hardan olsa da elə. Bəs bilirsinizmi orijinal adı ilə saxta ehtiyat hissələri də bəzən satırlar. Bunu seçə bilirsiniz bəs orijinal ehtiyat hissəsindən saxta ehtiyat hissəsi. Xeyr. Biz idarə maşınıdır. İdarə bizi yönləndirir servisə, orada özləri alırlar, özləri də. Bəs bilirsiniz orijinal adı ilə saxta ehtiyat hissələri də mövcud olur bu aralar bilirsiniz. Olar. Seçə bilirsiniz bəs saxta ilə. Onu seçim onlar özləri araşdırırlar, qoyurlar. İmkana görə də çox vaxtı Çin istehsalı. Hər hansı bir problem yaşamısınız indiyə qədər aldığınız ehtiyat hissədə? Elə də deməzdim, yox. Ehtiyat hissə aldığınız zaman maşına saxta yoxsa orijinal ehtiyat hissə alırsınız? Mən alıram orijinal. Hər hansı bir problem yaşamısınız indiyə qədər aldığınız zaman? Mən şirkətdən yaşamışam. Orada ustalar hamısı saxtadır. Sındırır, oğurlayır, nə bilim başımıza oyun gətirirlər. Harası xarab olub bəs aldığınız ehtiyat hissə maşını? Ki bu yaxınlarda bir datçik xarab olubdu. O datçiki çıxartmaq üçün çıxarda bilməyib. Sındırıb datçiki mənə deyib ki, burada 100 manatlıq iş açıldı. Hansı ki 10 manatlıq işi 100 manat eləmək istəyir. Yox, orijinal almağa pulum yoxdur. Yalan deyə bilmərəm. Saxta bəs aldığınız zaman heç aldatılmısınızmı? Yəni ehtiyat hissə aldığınızda? Olub ki, almışam tarımozdan naklatkan, getmişəm yolda torumuz atkaz eləyib, yəni jitkisi buraxıb. Xarab olub yəni. Sürücülərə məsləhət nə görürsünüz? Məsləhət görürəm, pul yıxsınlar, orijinalını alsınlar. Avtomobil ehtiyat hissə aldığınız zaman orijinal yoxsa saxta ehtiyat hissə alırsınız? Orijinal servis. Hər hansı bir problem yaşamısınız, aldatılmısınız yəni indiyə qədər? Yox.
Problem olmuyor. Orijinal yoxsa saxta ehtiyat hissə üstünlük verirsiniz? Ay, əlbəttə ki, originalı. Hər hansısa bir problem olub indiyə qədər? Yox, hər şey yaxşıdır. Avtomobilə ehtiyat hissə aldığın zaman orijinal yoxsa saxta ehtiyat hissə alırsınız? Orijinal. İndiyə kimi hər hansısa bir problem yaşamısınız aldığınız zaman? Yaşamamışam. Sürücülərə tövsiyə nə edirsiniz? Hansı ehtiyat hissələrinə də Orijinal ehtiyat hissələri. Çünki tanıdığım adamdan alıram, həmişə orijinal hissələr alıram. ehtiyat hissələri istifadə edəndə saxta yoxsa orijinal daha üstünlük verirsiniz? Orijinalda. İndiyə kimi heç aldadılmış orijinallardan saxta alınıb heç? Yox, hələ olmayıb. Tanışlarda olub, məndə hələ olmayıb. Orijinal. Hər hansısa bir problem yaşamamısınız indiyə ki, aldadılmamısınız? Yox. Ehtiyat hissə istifadə etdiyiniz zaman orijinal yoxsa saxta ehtiyat hissə alırsınız? Orijinal. Hər hansısa bir problem yaşamamısınız indiyə qədər aldığınız zaman? Bəli, məndə yaranıbdı. Saxta getmişəm orijinal adına saxta zapças veriblər. Almışam heç bir ayda getməyib. Nakladkadır məsəl üçün, nakladkaya alıram heç. Tormuz vurursan, gedər 100 metrdən vurursan, gedib zada az qalır deyə. Yəni problem yaşamısınız saxta ehtiyat. Problem yaranıb. Sürücülərə tövsiyəniz nədir bu? Sürücülərə tövsiyəm odur ki, ehtiyatlı sürüsünlər. Elə demək şey yaradırlar ki, orada saxtalarda. Elə bilirsən ki, orijinalıdır. Amma alıb gətirib qoyursan üstünə, artıq sürəndə başa düşürsən ki, bu nə şey zapçası. Bir də sürücülərə mənim xahişim odur ki, ehtiyat hissələrini alanda getsinlər servisin özündən alsınlar. Həm onlar demək o servizdə, həm onu özləri dəyişirlər, düzəldirlər, həm də qarantiya verirlər. Bilirsən ki, sabah bir şey olanda məsələ gedib servizdə onu tələb eləyə bilərsən. Bəli, gördüyünüz kimi sürücülərin bir çoxu saxta ehtiyat hissələrini orijinal ehtiyat hissələrindən ayırd edə bilmir. Biz isə Avtosfer az olaraq sürücülərə tövsiyə edirik ki, aldanmamaq üçün məhz rəsmi servislərdən ehtiyat hissəsini əldə edin. Bu, həm də sizin təhlükəsizliyiniz üçün çox önəmlidir.